Hər vaxtınız xeyir əziz üçüncülər, videonu izləyən valideynlər və müəllimlər, hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim videoda mürəkkəb sözlərin yazılışı mövzusu ilə bağlı olacaq. Təbii ki də mürəkkəb sözlər haqqında və yazılışı haqqında keçən videoda danışmışdıq. İndi isə vaxt itirmədən testlərinə və çalışmalarına baxar. Uşaqlar, izaha keçməmişdən öncə, testlərə keçməmişdən öncə onu bildirim ki, videolar faydalıdırsa bəyənməyi, kanala abunə olmağı və dostlarınızla bölüşməyi unutmayın. Gəlin ilk sualdan başlayaq. Mürəkkəb sözlər necə yazılır? Mürəkkəb sözlər biz danışdıq ki, bitişik və defislə yazılır. Ayrı cür yazılan mürəkkəb sözlər də var idi, amma sizin hələ sinifinizə uyğun olmadığına görə o haqda danışmamışdıq. Sizə görə bitişik və defislə yazılır. Cavab olacaq B variantı. Hansı mürəkkəb söz düzgün yazılıb? Təbii ki də burada olacaq. Dalbadal bitişik yazılır, ayaqqabı bitişik yazılır, toyuq cücə defislə yazılır, gec-gec isə düzgün yazılıb. Cavab olacaq C variantı. Üstə deyir, yazılışı əsasən ardıcıllığı tamamlayın. Dəvə dabanı addım başı, yəni bitişik yazılan mürəkkəb sözlərdən söhbət gedir. Al-əlvan defislə yazılıb, ev-eşik defislə təkcə bitişik yazılan A variantında qızılgüldür. 4-də deyir, hansı cümlədə mürəkkəb söz səhv yazılıb? Babamın bağında qırmızı qızılgüllər. Bəli, qızılgül bitişik yazılır, düzdür. Fuad imtahandan keçmək üçün gecə-gündüz, bəli, defislə yazılır. Dünənki qonaqlıqda xeyli qab-qacaq defislə yazılır. Uşaqlar həyətdə qar topu oynayırdılar. Cavab olacaq C variantı. Hansı mürəkkəb söz yaranma yoluna görə fərqlidir? Gecə-gündüz bir-bir, səhər-səhər, ad-ba-ad. Burada ba bitişdiricisindən istifadə olunub, digərləri isə defislə yazılan, belə deyək də, mürəkkəb sözdür. Ona görə mürəkkəb söz yaranma, yox, mən səhv elədim. Deməli, olacaq gecə-gündüz bir-bir, səhər-səhər, ad-ba-ad. Eyni sözün təkrarı ilə yaranan var. Gecə-gündüz isə əks mənalı sözlərin düzəlməsindən yaranıb. Cavab olacaq A variantı. 6-da deyir, qaç sözündə nöqtələrin yerinə uyğun gələn hissəcik hansıdır? Qaça-qaç düşdü. Yəni A bitişdirici olacaq, cavab olacaq A variantı. Eyni sözün təkrarı ilə yaranan mürəkkəb söz hansıdır? Əvvəl-axır əks mənalı sözlərdir. Dağ-dərə deməli olacaq əks mənalı, qızıl-gül müxtəlif sözlərin birləşməsi, səhər-səhər isə eyni sözün təkrarı olacaq D variantı. Hansı sözlərin birləşməsindən defislə yazılan mürəkkəb söz yaranar? Defislə göy qurşağı bir yerdədir, şirindil bir yerdə, əli boş bir yerdə, toyuq cücə isə defislə yazılan mürəkkəb sözdür. Cavabımız olacaq C variantı. Verilmiş xüsusiyyətlərə aid söz hansıdır? Müxtəlif mənalı sözlərin birləşməsindən yaranır və bitişik yazılır. Rəngbərəng, burada eyni sözün təkrarı var. Oğul, uşaq yaxın mənalıdır. Qaça-qaç eyni sözdür. Meşə və bəy sözü birləşib meşəbəyi əmələ gətirib. Cavab olacaq B variantı. Hansı sözlərin birləşməsindən yaranan mürəkkəb söz bitişik yazılır? Bitişik yazılır. Gül, çiçək defislə yazılır. Az-çox defislə, gec-tez defislə, dəvə dabanı bitişik yazıldığına görə cavabımız olacaq B variantı. Uşaqlar, indiyə qədər video faydalı oldusa, videonu bəyənməyi unutmayın. Deməli, baxırıq birinci çalışmaya. Deməli, birinci sualda deyir, düzgün yazılan mürəkkəb sözləri işarələyin. Gözü tox bitişik yazılır, düzdür. Üçbucaq düzdür. Nəvə, nəticə düzdür. İtburnu defislə yazılmır. İtburnu birlikdə yazılır, bitişik yazılır. Balıq qulağı düzdür. Daha sonra günə baxan düzdür. 3 rəngli defislə yox, bitişik yazılır. Səhvdir. Göy-göz düzdür. Dal-badal bitişik yazılır. Səhvdir. Suiti düzdür. Daha sonra gec-tez defislə yazılır. Səhvdir. Az-az düzdür. Səhv yazılmış mürəkkəb sözlər düzgün yazın. Oğul, uşaq defislə yazılmalıydı. Defis var burada. İsti ot bitişik yazılmalıydı. Dəvə dabanı bitişik yazılmalıydı. Tay batay bitişik yazılmalıydı. Düzbucaqlı da bitişik yazılmalıydı. Boşluqlara uyğun sözləri yazıb mürəkkəb sözlər yaradın. Bağa, yarpaq var. Bağa yarpağı. Bağa yarpağı. 3 bucaq. Daha sonra 6 yer altı. Yer altı. Oğul, əmi, oğlu.
Əmioğlu. Su, iti, balıq, balı qulağı formada olmuş olacaq. Daha sonra doğru yazılmış mürəkkəb sözlərinin qarşısında doğru, səhv yazılanların qarşısında isə yanlış işarəsi qoyun. Dili şirin. Baxaq, burada dili şirindən səhvdir. Daha sonra üçbucaq düzdür. Yadelli düzdür. Qırxayaq düzdür. Mermeyvə səhvdir. Qarabağ düzdür. Yan bayan düzdür. Ağsu bitişik yazılır, səhvdir. 5-də deyir, verilmiş cümlələrdə səhv yazılmış mürəkkəb sözlərinin altından xətt çəkin. Bağa yarpağı bitişik yazılır. Burada səhvdir. Daha sonra 2. Gözəl təbiətli rayonlarımızdan biri də Ağsudur. Ağsu bitişik yazılır. Bayrağımızdakı ulduz 8 güşəlidir. 8 güşəli uşaqlar birlikdə yazılır, bitişik yazılır. Bu da səhvdir. Nənəm bağda qırmızı qızılgüllər, qızılgül bitişik yazılır. Bu da səhvdir. Baxırıq 6-cı tapşırığa. Uyğun hissələri birləşdirərək mürəkkəb sözlər yaradın və cümlədə işlədin. Yenə də dediyim kimi cümlələri özünüz quracaqsınız, amma bitişdirib mürəkkəb sözü mən yaradacağam. Hərə öz fikrinə görə mürəkkəb sözü cümlədə işlətsin. Çəp burada olacaq deməli göz. Aha, çəp göz. Gözü görmürdüm, ona görə bağışlayın. Qohum, qardaş. Çoban, yastığı, uzun qulaq formada olmuş olacaq. İndi cümlələr sizin öz fikrinizə qalıb. Əks mənalı sözlərin birləşməsindən əmələ gələn mürəkkəb sözləri işarələyin. Az çox. Daha sonra varlı, zəngin. Varlı, zəngin elə eynidir, yox. Gecə, gündüz. Kağız, küğuz. Bu bir tərəfə ayrılıqda işlənə bilməyəndir. Gec, tez. Şərq, qərb. Əyri, üyrü, toyuq, cücə. Deməli olacaq az, çox, gecə, gündüz və gec, tez. Baxırıq 8-ci tapşırığa. Verilmiş sözlərdə mürəkkəb sözlər düzəldib yazın. Dost, tanış. Dost, tanış defislə yazılır. Düzbucaq. Deməli, düzbucaq bitişik yazılır. Alt üst. Alt üst olacaq defislə. Açıq, aydın olacaq defislə. Sözləri cədvəl üzrə qruplaşdırın. Aha, defislə yoxsa bitişik. Mən burada yazacağam, eybi yoxdur. Yer fındığı deməli olacaq bitişik. Yer fındığı. Üstündə yazın, daha maraqlı olar. Daha sonra toyuq cücə. Deməli toyuq cücə olacaq defislə. D yazın üstündə. Yer göy olacaq defislə. Daha sonra kəklik otu bitişik. Səhər, axşam olacaq defislə. Günə baxan bitişik. Səhər defislə. İpək qurdu bitişik yazılan mürəkkəb sözlərdir. Baxırıq 10-cu tapşırığa və sonuncu tapşırığa. Verilmiş sözlərə yaxın mənalı sözlər əlavə edib mürəkkəb sözlər yaradın. Dost, tanış. Dost, tanış. Qohum, qardaş. Qardaş. Nəvə, nəticə. Nəticə. Güllü, çiçəkli. Çiçəkli. Toz, torpaq. Torpaq. Toyuq, cücə. Bu formada olmuş olacaq. Deməli, uşaqlar, video izahımız bu qədərdir. Umarım ki, sizə faydalı olmuşdur. Faydalı oldusa videonu bəyənməyi və şərh bölməsində fikirlərinizi yazmağı unutmayın. Hələlik.